Zəif oldu. Neyse. Yaxşı dedin abi. Hə, qoy belə birdən təzədən başlayaq, bu tapşırıq tam olsun da. Biri bayağı kim demişdi? Elə həmin ardıcıllığına deyək. Ben. Hə, bir nə idi fərqiyə? Tozluk burusu. Evet tozluk. Tozluq. Rəcəb 2, Mikrospor. mikrospor. Yasmin 3, Generatif nüve. tamam. Aylin 4, Vegetatif üreme. Vegetatif. vegetatif nüvə. 5, Sevda. Ben 5 tozluk burası. Tamam. 6, Zeynəb. Bəndləri də göstər. 6. Hemen deyim. Tələsmə, yox. Başqasının növbəsinə girmə. 6. Gör, 7'nin yanında 6. Səncə 7'ni beynində düşün və 6'nı da fikirləş ki, nə ola bilər? Ona yaxın. Deyim mən. Yumurtatif. Yox, fərqiyə? Fərqiyə 6 nədir? Deyim mən. Verdim. Neden? Fərqiyə. 6. Vegetatif nüve. Vegetativ nüvə, bəli. 7 Rəcəb. Hem 7 spir yok. Spirmiş. Bəli, spermilər. Yasmin 8. 8. Yumurta hücreleri. Tamam. Aylin 9. Benim 9. Benim bir de yukarı verebilirsiniz. Benim yumurtacık örtüyü. Yumurtacık örtüyü. Tamam. 10. 10 merkezi nüve. 10 mərkəzi nüvələr. Zeynəb 11. Ben bir de yukarı verebilirsin. Yuxarı verərik. 11 yumurta hücreleri. Yox, yumurta girən dedik də. Deyim mən. Tələsmə, Zeynəb. 2 dənəsi qalıb. İndi fikirləş görə hansını deməmişik. Onları fikirləş də. İki dənəsi deyilməyib. Əgər dərsə qulaq asıbsansa, diqqətli olubsansa, bilərsən hansılar deyilməyib. Hemen deyim. Yox. Hə, Zeynəb. Neyini? Verək yenə fərqiyə növbəni. Ben Fərqiyə denə. Aşağı verebilirsiniz. Aşağı verə bilərəm, bəli, 11. Zeynəb, sən 12-ni düşün. Yumurtalık olur. Yumurtalıqdır, bəli. Yəni, bax, 11 ilə 9 bir-birinə oxşardır. 11-də sadəcə xarici hissəni göstərir. 9-da biraz daxili hissə. Yəni, xaricdən ümumilikdə bu yumurtalıqdır. Amma onun daxili hissəsi yumurta. Düzdür, 9-un da xəttini tam düz göstərməyib, biraz da içəri göstərsəydi daha yaxşı olardı. Amma 11-in biraz çöl hissəni göstərdiyi məlumdur, o yumurtalıqdır. 12 Zeynəb. yumurtacık. 11 idi yumurtalıqda da, 12 də yumurtalıq. Nə 12 ola deyim. bilər? Hansı hüceyrə bölünərək 4 dənə hüceyrə əmələ gətirir? Onlardan 3-ü məhv olur, biri qalır. Hemen deyim. Desem olar. 7. Deyim mən. Rəcəb, Ben değil. Müəllim megaspor. megaspor hüceyrə, bəli. Tam ana megaspor. Ana megaspor hüceyrə. Tamam. Davam edirik. Deməli, Yasminlə davam edərik. Gəl belə eləyək də. Zeynəb biraz zəif cavab verdiyi üçün indi bunların hamısını 1-dən 12-yə qədər sayacaq. De gəlsin. Bax, heç yazıları da göstərmə. O 1 nədir, 2 nədir, 3, 4 nədir, 5, 6, 7, 8, 12-yə qədər. Hələ görə ki, Bir tozlu. bir tozlu. Bir tozlu. Aha. 2 mikrospor. Aha. 3 generatif nüve.
Aha, 4 vegetativ nüvə, bəli, 5 tozcuq borusu, bəli. 6 Bir əvvəlki müəlləsin 6-ya. Müəllim Mən deyim. vegetativ nüvə. Deyim elə. Deyim. Vegetativ nüvə. Vegetativ Vegetativ- nüvə. 7 spermlər, Aha, 8 Yumurta hüceyrə. yumurta hüceyrə. Rəcəb tələsmə, sizdən soruşmuşam. Hə, Zeynəb, 9. yumurtalıqdır. Yox, 11 idi yumurtalı. Ha, Yasmin, 9 nədir? 9 yumurtacıq örtüyü. Yumurtacıq örtüyü, bəli. 10, Zeynəb. Deyim elə. Zeynəb. Deyim. Ha, Sevda, Deyim. 10 nədir? 10 mərkəzi nüvə. Mərkəzi nüvələr. Zeynəb 11. Bayaq dedimi? 9'da demiştin onun adını. Dedim yox, o 11. Yumurtacıq. Yumurtalık. 12. 12. Zeynəb. Mən deyim elə. Megaspor. Ana megaspor hüceyrə. Tamam. Devam edirik. Növbəti. Axırıncı sualı kimə vermişdim mən? Mən Axır Zeynəbin nüvə. Yaxşı, gəl. Bəlgə ilə davam edək. Müəllim mən Racibə vermişdim. nə bilirsən? Xeyr, mənim yumurtalığı Zeynəbə verdin. Cavab verəmədi, Fərqiyə dedi. Axırıncısı mən ana megasportu Zeynəbə verdi istəsən. Yaxşı. Yo, Racib dedi axı. Müəllim Zeynəb ona megasportu Zeynəb vermədi, biləmədi. cavab verdi. Zeynəbə dediniz. Dediniz ki, Zeynəb fikirləş onun 12-yə. Zeynəb təzədən biləmədi. Onda mən dedim. Yaxşı. Yasminlə davam edək. Doğru, yanlış. 1. Tozcuq borusu tozcuq hüceyrəsində düzəltisidir. Doğru. Doğrudur, bəli. Alim? Spermilər vegetativ nüvənin bölünməsi nəticəsində əmələ gəlir. Mən bəli, düzdür. Xeyr. Generativ nüvənin bölünməsi nəticəsində əmələ gəlir. Mən deyim. Sevda, ardıcıllıq var, Rəcəb. Sən tələsirsən. Mayalanma spermlərin birləşməsi prosesidir. Düzdür, səhvdir. Səhvdir. Səhvdir, bəli. Nədir bəs mayalanma? Mən deyim. De, Aylin. Nə bilirsiniz, mayalanma? Mayalanma nədir? Hə. Deyim. Fərqiyə? Deyim. De. Erkek və dişi qamətlərin birləşməsi prosesi. Bəli, bəli. Erkek və dişi qamətlərin birləşməsi prosesi mayalanma adlanır. Tamam. Davam edirik. Kimlə? Zeynəblə davam edirik deyəsən. Zeynəb? Mikrofillə tozcuq girəcəyidir. Doğru. Doğrudur, bəli. Fərqiyə? Tozcuq hüceyrəsi şəkərli mühitdə inkişaf edir. Yanlış. Yox, doğru. Bəs biz demirik ki, dişicik ağacığında şəkərli mühit var. Elə bir şey mən bilən var idi də orada. Şəkərli mühitdə inkişaf edir. Davam edirik. 4-cü tapşırığımız nədir? Yumurtalığında 5 yumurtacıq olan çiçəkdə maksimum neçə megaspor hüceyrəsi və inkişaf etmiş rejim hissəsi saymaq olar? Yumurtalığında 5 yumurtacıq olan çiçəkdə maksimum neçə megaspor hüceyrəsi və inkişaf etmiş rejim hissəsi saymaq olar?
Deməli. Hesablama Deyim müəllim. ödəmini. Mən deyim. Mən deyim mi? Ha, burada bir dənə cavab. Mən Növbə demirdim. kimindir? Rəcəb sənindir də növbə. Mən burada müəllim 4-ü məhv olur müəllim. Cavab A, B, C, D, Y. Ya hamınızı soruşarsın. Yox, elə Rəcəb səhv cavab versə soruşaram. Mənim Y variantı. Yox. Mən deyə bilərəm. Rəcəbdən sonra Mən Yasmin. deyim. A Deyirəm sıra. variantı məncə. A variantı, bəli. Çünki 1 megaspor hüceyrəsi bir rüşem hissəsində inkişaf edir. 5 megaspor hüceyrə inkişaf edibsə, deməli 5 dənə rüşem hissəsi əmələ gəlmiş sayılır. Davam edirik Aylinlə. Doğru yanlışdır. Bəli. Çiçəkli bitkilərdə meyvə yumurtalıqdan inkişaf edir. Mənim düzdür. Meyvə yumurtalıqdan inkişaf edir. Bəli, düzdür. Evladım. Bir meyvə yanında bir də yumurtalıq. Meyvə yanlığı yumurtalığın divarından inkişaf edir. Meyvə özü yumurtalıqdır. Toxum yumurtacıqdan, meyvə yanlığı yumurtalığın divarından. Yumurtacığın sayı meyvədəki toxumların sayı ilə düz mütənasibdir. Bəli. Deməli, yumurtacığın sayı bəli, düzdür. Zeynəb. Çiçəkli bitkilərdə mayalanma baş verməsə, meyvə əmələ gəlməz. Yanlış. Yanlışdır. Çünki toxum əmələ gəlməz. Amma meyvə əmələ gələr. Məsələn, yəni normal naringi meyvəsində görürsünüz ki, toxum olmur. Yəni mayalanma baş verməmiş sayılır, amma meyvə əmələ gəlir. Tamam. Arxa dəstə qoşuldu. Mən oxuyum. Zeynəbdən sonra kimdir? Fərqiyə. Mikropile tozcuk borusunun ön hissəsidir. Mənim doğru. Deməli səndir. Tozcuq borusunun ön hissəsi deyil, o tozcuq girəcəyidir. Girişidir. Deməli, mikropile tozcuq girəcəyi bilirsiniz nədir? Tozcuq girəcəyi tozcuq borusunun yumurtacığa daxil olan hissəsidir. Yəni əslində bu tozcuq borusunun hissəsi yox, bu yumurtacığın hissəsidir ki, o hissədən tozcuq borusu yumurtacığa daxil olur. Deyim. Mən birisini deyim. Deməli, növbə kimindir? Ha? Rəcəb. Ağırın sualı kim oxudu? Fərqi oxudu deyəsən, yoxsa Zeynəb? Mən Fərqi. oxuyum. Rəcəbin növbəsi. Mənim ziqot hüceyrəsi mayalama nəticəsində əmələ gəlir, doğrudur. Bəli, doğru. Tamam. Yasmin? Deməli, başvermə ardıcıllığına görə sırala. Verilmiş prosesləri başvermə ardıcıllığına görə sırala. Sən birincini tapacaqsan, sonra ağa da qoşulub, o ikincini tapacaq. Sonra görək də. Mən biri deyim. Birinci proses Yasmin. məncə dediyi ana mikrospor hüceyrəsinin bölünməsi. Deməli, ziqotun əmələ gəlməsi, generativ nüvənin bölünməsi, tozcuq borusunun əmələ gəlməsi, tozcuq mikrosporların Mən burada F variantıdır. Spermlər mərkəzi hüceyrə və yumurta hüceyrə birləşməsi. Ya, o ən axırlarda olur. Mən dedim mənim ana mikrospor Elə hüceyrəsinin bölünməsi. elə dedi, bəli. Ana mikrospor hüceyrəsinin bölünməsi. Ağa səncə ikinci nə olar? Ana mikrospor hüceyrəsinin bölünməsindən sonra nə olacaq? Mənim ziqotun əmələ gəlməsi. Yox. Yox. Deyim. Deyim. Deməli, Alin. Mənim 2-də generativ nüvənin bölünməsi. Yox. Deyim. Y variantı. Yox. Mən deyim. Mən deyim. Zeynəb. Ardıcıllıqla. Ardıcıllıqla. Zeynəb. F variantı spermlər mərkəzi Yox, hüceyrə, dedim yumurta hüceyrə. Mən deyim. Deyim mən. Fərqiyə. C variantı tozcuğun əmələ gəlməsi. Tozcuğun əmələ gəlməsi. Bəli. Bax, bu siz mövzunu gərək təkrar eləyərdiniz. Mövzuda deyir ki, ana mikrospor hüceyrə bölünərək 4 ədəd mikrospor əmələ gətirir. Sonra onlar da böyüyür və tozcuq əmələ gətirir. Ona görə ana mikrospor hüceyrəsinin bölünməsindən sonra, yəni qısa müddətdən sonra tozcuq əmələ gələcək.
Yaxşı. Deməli, Aylin'dən sonra Sevda. Sevda üçüncü nə olur? Qoy mən qeyd edeyim də bunu. Demək, birinci oldu. Birinci oldu nə? D bəndi. Ana mikrosporun necə bölünməsi. Aha, ikinci oldu C bəndi. Sonra Sevda nə olar səncə? Doğrucuk əmələ gələndən sonra nə əmələ gələr? Nə baş verər? Rüşen kisəsinə daxil olması. Rüşen F kisəsinin. olan. Tozlu borusunun rüşen kisəsinə daxil olması? Hə. Yox, yox. P Deyim var. mən. Deyim. Deyə bilərəm. Zeynəb. Mən deyim. Ardıcıllıq var da. Deyim eləmin. Kimin növbəsidirsə o cavab versin. Generativ nüvənin bölünməsi. Generativ nüvənin bölünməsi. Bəli. Məncə elə o olar. Tamam. Məncə də. Sonra fərqiyə? Mimiyyə variantı tozcuq borusunun mikrofilədən düşen kisəsinə daxil olması. Deməli, bəli. Sonra Rəcəb. Zigotun əmələ gəlməsi. Zigotun əmələ gəlməsi. Rəcəb, zigotun əmələ. Yox. O axırdadır. Mən deyim. Yasmin. F bəndi spermlərin mərkəzi hücrə və yumurta hücrələri birləşməsi. Bəli. Bunlar mayalama. Mayalamadan sonra artıq zigot əmələ gələr də bir dənə qaldı. Onu da yazıram axırda. Davam edirik. İndi ağa ilə davam edərik. Demək, ağa bizə cavab verəcək. Görün. Doğru mu cavab verəcək, yoxsa yanlış? 7-ci sualda deyir ki, istifadə edərək qrafik qur, meyvədəki toxumların sayı. Ehtiyac yoxdur buna məncə. Yəni, qrafik bizdən nə istəyir? Maylamada iştirak edən spermlər. Sadəcə siz burada mənə nə deyəcəksiniz? Yəni, qrafikə ehtiyac yoxdur. Mənə deyəcəksiniz, məsələn, acı paxlada neçə spermi iştirak edib, ərikdə neçə spermi, pomidorda neçə, turpda neçə. Ağa, səncə acı paxlada maylamada neçə spermi iştirak edib? Deyim. Ağa. Buradasan ağa, yoxsa? Alo. Yəni Kim bilmirsə, cavab verəndə cavab verə bilmirsə, desin ki, bilmirəm, bu başqa bir soru. Sakit qalıbsan, öz bilmir ki, buradasan, yoxsa bağlayıb gedirsən. Hə, bilirsən, yoxsa 5 bilmirsən? dənə. Ali? 5. Yox. Ali? Mən başa düşməm. Necə dediniz? Əgər bitkidə, acı paxla bitkisində, meyvədə 10 dənə toxum varsa, bu toxumun əmələ gəlməsi zamanı mayalanmada neçə spermi iştirak edir? Deyim mən. Deyim. Ardıcıl. Aylin. Mən biləməsə deyim. Bilənməsə Sevda deyəcək. Mən 5. Xeyr, dedim ağa da. Ağa 5 demişdi, dedim yoxsa. Sən təkrar niyə 5-i deyirsən ki? Sevda. Mən 40, Yox. Zeynəb. 30, Yox. Zeynəb. 10 dənə. 10. Yox. Fərqiyə. 2 dənə. Yox. Kim qaldı? Rəcəb. Rəcəb dedi Yasmin. 20. 20 dənə. Bəs biz keçmədik ki, bir dənə toxum üçün mayalanmada 2 dənə sperm iştirak edir. 2 qat mayalama. Biri mərkəzi nüvə ilə, biri yumurta hücrə ilə birləşir. Dəmin 20 dənə. Yaxşı da, acı paxla üçün 20-dirsə, hər halda digərlərində bilərsiniz də. Ərik üçün 2. Ərik üçün 2, pomidor üçün 60, Pomidor turp üçün üçün 60. 10. 10. Tamam. Devam edək. Mayalanmada iştirak edən spermlərin sayını dedik. Keçirik toxumun quruluşuna. Toxumun quruluşunu Məndədir sıram. Sıra məndədir.
Bayaqki sual sənin idi də Aylin, elə deyildi? Yoxsa yox, ağanın idi. Hə, Aylin de. Ağan. De Aylin. Şəklə əsasən suallara cavab ver. A bəndi 1 və 2 rəqəmləri ilə toxumun hansı hissələri göstərilmişdir? Hı. Mənim birinci hissəsi qabıqdır da, toxumun qabağı. Bəli. Mənim ikinci hissəsi də ləpələrdir. Bəli, düzdür. Sevda indi bu hissələr hansı funksiyanı yerinə yetirir onu deyəcək. Toxum qabığı toxumu zədələməkdən qoruyur. Bəli. Xarici tərəfdən qoruyur. Ləpələr isə toxumun inkişafında mühüm rol oynayır. Lobya toxumundan söhbət gedirsə ehtiyat qida maddəsi toplayır. Yəni burada şəkildə lobya toxumu verilir. Yəni ikilər lobyadır, noxuddur, bu kimi bitkilərdən ləpələr ehtiyat qida maddəsi toplayırlar. Tamam. Davam edirik. İkinci tapşırıqla deməli Zeynəb. Uyğun ifadələri ERNV diaqramında qeyd et. A bəndi rüşeymdə bir ləpə olur. Qarğıdalı toxumu. Bəli. Fərqi. Xaricdən qabıqla örtülmüşdür. Müəllimə. Lobya toxumu. Niyə qarğıdalı toxumunda qabıq olmur? İkisində də. Bəli. İkisində də. İkisində də təbii ki. Toxumdursa toxumun qabığı var. Rəcəb. Rəcəb. Hayır. Mənim səsim bağlıymışım. Hə. Demə. Yumurtalıqda, yumurtacıqda nə əmələ gəlir? Mən burada Demə. mən Necə? lobya toxumu. Yox. Mən deyə bilərəm. De. Mən orta ikisində də. Hər ikisinə. Çünki toxumdur da. Hər ikisi toxumdur. Toxum yumurtacıqdan əmələ gəlir. Yəni bunun üçün məntiqli düşünmək lazımdır. İkisi də toxumdursa, deməli ikisi də yumurtacıqdan əmələ gəlir. Ağa, de bəndi. Ehtiyat qida maddələri ləpələrdə toplanır. Mən lobya toxumu. Bəli, düzdür. Alin. Düşeyimində 2 ləpə olur. Mənim ikisinə də Yox. yoxsa Ben lobya. Lobya toxumu. Lobya. Bəli. Bəli. Tamam, Sevda. Ehtiyat qida maddələri endospermdə yerləşir, qarğıdalı toxumunda. Bəli, düzdür. Aferin. Tamam, davam edirik. Deməli, kimlə? Zeynəblə deyəsən. Hə, Zeynəb, bu sual tam sənlikdir. Əvvəlcə birləpəli bitki toxumunun 3 hissəsini deyəcəksən, 2 hissəsi təbii ki verilir. O digər qalan hissəni deyirsən və rüşemin hissələrini sayacaqsın. Yəni, toxum 3 hissədən ibarətdir. Hansılardır? Qabıq, rüşem və nə? Ləpə. Xeyr. Deyim mən. Fərqi hansıdır üçüncü hissə? Endosperm. Endosperin, bəli. Zeynəb, rüşemin hissələrini denə. Mən deyim. Kökçük, Aha, tumurcuq, bəli. gövdəcik, Aha. Bir dənə qaldı. Bayaq Ləpə. demişdiniz səhvən. ləpə. Ləhpə yarpağı. Bəli. Tamam. Davam edirik. Fərqiyyə ilə iki ləpəli bitkilərin adlarını qeyd et. Seç hamısını. Hansılar iki ləpəlidir, hansılar bir ləpəli. Günə baxan. Günə baxan düz.
Quş əppəyi, Aha. Bir dənə. Yəni günə baxan bir toxumu bir ləpəli ölmür. Yox. Günə baxan iki ləpəlidir. Bir toxumlu meyvə başqa bir şeydir. Ləpələr Bir ləpəli bitki, toxumun bir ləpəli olması ayrıdır. Günə baxan iki ləpəlidir. Hə, günə baxan quş əppəyi? incikçək, Yox, incikcəyi bir ləpəlidir. buğda, O da bir ləpəlidir. Bənövşə. 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 Günə baxan quş əppəyi və bənövşə iki ləpəli bitkilərdir, digərləri bir ləpəli. Tamam, Rəcəb 5-ci sual. Uyğunluğu müəyyən edin müəllim. Bir dəqiqə. Burada 3 ləpə, 4 ləpə. Deməli, 3 3-dür ləpə.